Uşaq festivalında, Uşaq Incəsənət festivalında 3-cü yerə çıxan Nuray Əliyevanı yenidən səhnəyə dəvət edirik. O bu dəfə bizə Bəxtiyar Vahabzadənin Bir Salama Dəymədi şeirini oxumaq istəyir. Bugün mən səni gördüm. Salam vermək istədim. Üzünü yana tutdu. Söylə, illərdən bəri qəlbimizin bir duyub, bir vurduğu illəri. Axı, nə tez unutdum. 5 ildə gözünüzdən axan o qanlı sellər bir salama dəymədi. Həyəcanla, fərəhlə, qəmlə dolu o illər bir salama dəymədi. Heç üzünə baxmadan yanımdan necə keçdin? Sən eşkin salamını, qorxuyamı dəyişdin. Yoxsa sən öz əksinə, ilqarına ağ oldun. O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəmanlarımız bir salama dəymədi. Qarğılı anlarımız, qayrımsız anlarımız bir salama dəymədi. Sən neylədin? Bir düşün. Yalnız indi anladım. Ah, sən daha mənim üçün əl çatmaz bir çiçəksən. Yaşanmış günlərin tək geri dönməyəcəksən. Qop hey tuzan, əsər yer, xəzan olub tökülür. Düz 5 ürəyində bəslədiyin məhəbbət bir salama dəymir. Bir günlük həsrətimə dözə bilməyən gülüm. Bəs nə oldu? Bu həsrət bir salama dəymədi. Getdin, dalınca baxdın. Can ayrıldı canından. Sən necə etinasız ötə bildin yanından. Ah çəkdim, başım üstə yarpaqlar əsdi. Gülüm, sənin qəlbin əsmədi. Geriyə də baxmadın. Niyə sənin yolunu, məhəbbətin kəsmədi? Qazancımız deyil, bu mu? Deyilməmiş o salam əlvidamız oldu mu? Sən mənə zülm eylədin, mənə zülm yanaşır. Bir salama dəyməyən eşqə ölüm yanaşır, eşqə ölüm yanaşır.